علي رضي الله عنه ولد قبل مبعث النبي ب8 سنوات على المشهور، يعني قبل أن يبعث النبي ب8 سنوات. الكعبة حولها وداخلها وفوقها 360 صنم، فهل من الشرف لعلي أن يولد بين الأصنام؟ طيب ما الفضل في هذا؟ ما الفضل في هذا؟ أن المرأة أثناء الولادة تخرج أوساخ من الدماء وغيرها، ولذلك النبي صلى الله عليه وسلم منع الحائض أن تطوف في الكعبة، فكيف تدخل الكعبة نفساء وهي علي بن أبي طالب؟ Və maraqlıdır ki, eyni bəhsi kəlmə-kəlmə bizim Azərbaycanda olan Vəhabi mübəlliğlərindən biri də kəlmə-kəlmə həmin çıxışı götürüb ərəbdən tərcümə eləyib cəmaata güya dərs keçir. Əbi Talibin şəhadət olması nağıldır. Şərəfdir qardaşlar. Əli ibn Əbi Talib doğulanda Peyğəmbər sallallahu əleyhi və səlləmə peyğəmbərlik verilməmişdən səhih rivayətlərə görə 8 il qabaq verilməmişdən peyğəmbəri 8 il qabaq dünyaya gəlib. Əli ibn Əbi Talib o vaxt Kəbə sağı, solu, üstü, altı, çölü bütünlə dolu idi. Yəni bu tarixdir qardaş. Nəinki sağı, altı, çölü, üstü bütün yansın. Və bunlar bu şərəfdir. Bundan əlavə Peyğəmbər sallallahu əleyhi və səlləm heyzli qadına tavaf eləməyi nəhy qadağan edib. Yəni sən demək istəyirsən ki, girib insan anadan olanda anası qadın nə halda olur? Qan axır, nifas və sair. Kəbənin içində şərəfdir bu. Yəni bunların məntiqincə bir məscid kimsə gəlsə ora məsələn nəuzu billah donuz buraxsa, deməli o məscid öz məscid hökmünü itirməlidir, öz fəzilətini və kəramətini itirməlidir. Kimsə gəlib orada müəyyən vaxta büt qoyursa o məgər hörmətdən düşürmü? Bu Vəhabiyyətə görə bəli düşür. Sahih Muslim kitabının şərhinə müraciət edirik. Bunların bir alimi var, məşhur Əhlüsünnə alimidir ki, Vəhabilər də özlərini Əhlüsünnə hesab edirlər. İmam Nəvavi adıyla tanınan məşhur bir alimdir. Bunun bir kitabı var, Sahih Muslim bi Şərhin Nəvavi, bu cür adlanır. 2-ci cildə müraciət edirik. Müəssisəti Qurtuba tərəfindən çap olunub. Səhifə 187. Hədisin rəqəmi 197. İmam Nəvəvi deyir ki: "Və fihi Hakim ibn Hizam əs-Sahabiyyu radiyallahu anhu." Deyir ki, burada Hakim ibn Hizam adlı bir nəfər var, sahabi də Allah ondan razı olsun. "Və min mənaqibihi ennehu wulida fil Kəbə." Deyir ki, onun mənqəbələrindən, mənaqib yəni mənqəbə sözünün cəmidir. Mənqəbə yəni fəxr ediləsi bir iş, bəyənilən, mədh edilmiş bir iş, əxlaqi keyfiyyət, fəzilət. Deyir, onun mənqəbələrindən, fəzilətlərindən biri buydu ki, vulidə fil Kəbəti, Kəbədə dünyaya gəlib. İkincisi, bunu İmam Nəvəvi mənqəbə adlandırır. Min mənaqibihi ənəhu vulidə fil Kəbəti. Onun mənqəbələrindən, fəzilətlərindən biri budur ki, Kəbədə dünyaya gəlib.